Qızlar, bugün biz nağıl tortu hazırladıq. Siz nağıl tortunuzu istənilən dizaynda, yəni dizayn belə deyək də, orijinal formasını dəyişməyin. Amma istənilən gül rənglərindən, istədiyiniz zövqünüzə görə üzərində belə deyim də rənglərlə qəşəng güllər qoya bilərsiniz. Bu cür naxışlarda vura bilərsiniz. İstəsəniz kənar oxaqlarını siz kakao qatıb tünd rəngdə də eləyə bilərsiniz. Yəni zövqə uyğun bəzəyə bilərsiniz. Amma öz formasından çıxmamaq şərti ilə. İndi kəsək. İnşallah bizim tortumuz da yaxşı alınıb. Biraz dondurucudan təzə çıxır. Bu şəkildə. Baxın belə. Biraz dondurucudadır. Ona görə hələ tam yumuşalmayıb tortumuz. İçi tam yumuşalmayıb.